Bəzi qardaşlar görürsən ki, cəmaət namazlarına, hətta bəzən olur ki, cümə namazlarına adi paltarda gəlirlər. Məsələn, edivan paltarı, yəni evin içində geyindiyi paltarda. Hansı ki, həmin o paltarla, məsələn, qonaq, işə, müdirin yanına falan yerə getməz də. Ondan soruşun, deyir, yox, yəni, uyğun paltar deyil. Amma məscidə, məsələn, zaman namazlarına belə paltarla bəzən gəlirlər. Onlara nə nəsihət edərsiniz? Təbii ki, Allah heç kəsə gücü çatmayan şeyi mükəlləf eləməyib. Və lakin belə deyə bilərik ki, əgər insanın gücü çatırsa və edə bilərsə, gərək belə etməsin. Gərək belə eləməsin. Amma gücü çatmırsa, yəni bunda böyük problem yoxdur. Sual budur ki, yəni məsələn, bəzi qardaşlar deyir, məscidə gəlir, elə paltarlarda gəlir ki, münasib olmayan paltarlarda. Məsələn, cümə namazına gəlir, idman paltarında, belə. Şəri cəhətdən bu qadağan deyil. Aydındır, qadağan deyil. Və lakin burada problem nədir? Bəzi məscidlərdə, bəzi məscidlərin cəmaatı bunu bəyənmir. Xüsusən məsələn sufilər. Onlar bunu bəyənmirlər. Bu halda onları nəzərə ala bilərsən. Yaxşıdır ki, nəzərə alasan. Yəni, ümumi məsləhət üçün. Aydındır. Və lakin şəri cəhətdən burada bir problem yoxdur. Yəni, əslində, bunun problemini görmək düzgün deyil və bu qiyas, yəni o sualda verilən o müqayisə düz deyil. Yəni sual vermək ki, demək ki, tutaq ki, idman paltarında necə deyir, qonaqlığa gedmir və lakin idman paltarında məscidə gəlir. Və ola bilsin, idman paltarında qonaqlığa gedmək eyib sayılsın. Yəni, örfən, adətlə kimsə idman paltarında qonaqlığa gedməyi, bir toy məclisinə girməyi eyib sayılsın. Amma şəri yöndən kiminsə o paltarda məscidə girməsində bir eyib yoxdur. Aydındır. Və lakin belə eyib ola bilər ki, o məscidin əhli, cəmaatı, əgər bunu bəyənmirsə, eyib görürsə, buna görə cəmaatı qınayırsa, ümumi məsləhət babından etməsə yaxşıdır. Dar idman şalvarı geyinir. Yox, dar idman şalvarı deyəndə ki, dar ümumiyyətlə olmaz. Fərqi yoxdur, idman şalvarı və ya cins və ya başqası. Olmaz. Cins biraz qalın materialdır. Çox bir, ancaq o dar idmanı geyinirlər bəzən. Bax, biz eybəcər görsənir. Sürküdə bir qalası özünü xoşuna gəlmir. Yəni, əslində kişinin nəinki ayaq geyimindən, hətta bədən geyimi də, yəni, geniş geyinməsi sünnədəndir. Yəni, o, biz oxuyur və qadınlara tətbiq edir, ya, hansı ki, bədən cizgiləri görünməli deyil. Bu, kişiyə də aiddir. Kişiyə hansı bədən? Ümumən, yəni övrət olmayan yerdə. Kişi, yəni o cür dar geyinməli deyil ki, çünki bu küçəyə çıxır axı. Küçədə hamı... Heç geyim olmadan qollarını görsənir, bu daxil deyil. Yox. Və lakin kişi gərək geyinəndə geniş geyinsin, dar geyinməsin, bəli. İxlasla.com saytı tərəfindən təqdim olundu.